Məsələn, sonuncu peyğəmbərimizdən bir misal verim. Mənbələrə baxdığımız zaman, rəvayətlərə baxdığımız zaman orada Muhammedul Əmin, yəni güvənilən, etibarlı Muhammed deyilən bir şəxslə bağlı. Kiminsə başqa yazdığı nağıllara, rəvayətlərə, hansısa hədis deyə peyğəmbərə istinad edilən uydurmalara deyil. Yaxud İslam tarixindən, müsəlmanların tarixindən bir misal verim. Uhud savaşında. Peyğəmbər deyir ki, bu dağdan mən əmr eləyənə qədər heç biriniz düşməyin. Hədis deyir, sonra da özünü gülünc və ziddiyyətli göstərməməsi üçün hədisə tarix deyir. Londonda Yahudi ailəsində doğulan tarixçi professor, fəlsəfə doktoru Bernard Lewis İslam Tarixdə adlı kitabında deyir, hətta Yunan xristiyan dünyasının daha inkişaf etmiş və mürəkkəb tarixşünaslığı hələ də həcm, çeşidlik və analitik dərinlik baxımından İslam tarixi ədəbiyyatından geri qalır. Müsəlmanlar hədis elmi ilə fəxr etməkdə haqlıdırlar. Bismillahirrahmanirrahim. Bəziləri deyir ki, Elşad Miriyə niyə iradlar bildirirsən, cavablar verirsən. Amma bunların içində bir ağıllısı çıxıb demir ki, Elşad Miri nəyə görə 1450 ildir İslam alimləri tərəfindən yekdillik ilə qəbul edilən məsələləri inkar edir. Bu adam hətta bəzən özünün də bəhrələndiyi alimlərə qarşı çıxır. Sanki kimlərəsə özünü qəhrəman göstərib bildirmək istəyir ki, baxın, görün mən müsəlmanları necə ələ salıram, onları necə çaşbaş qoyuram. Bu adam həqiqətən də Quranda olan elə məlum məsələləri inkar edir ki, bütün İslam aləmi həmin məsələdə yekdil fikirdədir. Güya bir bu ağıllı çıxıb Quranda səhvlər tapır. Özü də Elşada əl çalanların 99%-i Allahdan, dindən, Qurandan uzaq olanlardır. Allahın izni ilə bu məsələni bir gün sübutlarla işıqlandıracağam. Elşada aldanan həmin bu 1%-in də bir hissəsi onun yalancı, fitnəkar, bölücü olduğunu anlayıb. Hətta Allaha şükürlər olsun ki, artıq Elşadın Qurandan, İslamdan uzaq olduğunu anladıqları üçün onu tərk edirlər. Şəxsən neçəsi ilə də özüm birbaşa danışmışam. Həmin dindən, imandan uzaq olan bu 99% istəyir ki, Elşad səhv yolda ola-ola uca Allahın adına, İslama, Qurana qarşı ağlına nə gəlir danışsın, biz isə haqlı ola-ola susaq. O şeytana xidmət edən bu batil yolundan dönmədikcə, biz uca Allaha xidmət edən doğru yolumuzdan heç dönməriyik. Məlumdur ki, əvvəllər bu cür acı sözləri onun haqqında işlətmirdim. Deyirdim, bəlkə hansısa səbəbə görə xətalar edir, bəlkə yenə də düzələr. Amma görürəm ki, bu adam gündən-günə zəlalətini biraz da artırır və sanki İslamdan uzaqlaşmaqda kimlərləsə yarışa girir. Elşad Miri hədisləri gah inkar edir, gah da özü öz dili ilə hədis deyir. Misal üçün, danışdığı bir məclisdə bir məşhur hədisi deyir, amma onun hədis olduğunu bildirmir ki, hətta avam insanlar belə buna deməsinlər ki, sən özün hədisi inkar edirsən, sonra da hədis deyirsən. Ona görə İslamın şüarı budur ki, insanlar əlindən və dilindən başqasından zərər görməyəcək şəxs olmalıdır. Buxari və Müslimin nəql etdiyi həmin məşhur hədisdə Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Əl-Muslimu mən səlliməl-muslimunə min lisanihi və yedih. Müsəlman o kəsdir ki, onun dilindən və əlindən müsəlmanlar salamat qalar, amanda olar. Qəribədir ki, bu Miri eşitdiyiniz hədisi dedikdən bir neçə saniyə sonra elə eyni məclisdə hədisləri kənara qoyaq deyərək hədisləri nağıl adlandırır. Digər hədis deyilən anlayışları bir kənara qoyaq. Kiminsə başqa yazdığı nağıllara, rəvayətlərə, hansısa hədis deyə peyğəmbərə istinad edilən uydurmalara deyil. Məsələn, sonuncu peyğəmbərimizdən bir misal verim. Mənbələrə baxdığımız zaman, rəvayətlərə baxdığımız zaman orada Muhammedul Əmin, yəni güvənilən, etibarlı Muhammed deyilən bir şəxslə bağlı artıq bu Abdullahın oğlu olmaqdan çıxıb Allahın elçisi Muhammed olandan sonra görək ona kəzzab, yalancı da deyibdilər. Sehirbaz deyibdilər, cadügər deyibdilər, kahin deyibdilər. Ondan sonra dəli deyibdilər. Sonra cinlənmiş deyibdilər. Yaxud İslam tarixindən, müsəlmanların tarixindən bir misal verim. Uhud savaşında. Peyğəmbər deyir ki, bu dağdan mən əmr eləyənə qədər heç biriniz düşməyin. Və onlar düşdüyünə görə, tabe olmadıqlarına görə orada məğlubiyyətə məruz qalırlar. Bəzən Məhəmməd Peyğəmbərdən sallallahu aleyhi və səlləm hədis deyir, sonra da özünü gülünc və ziddiyyətli göstərməməsi üçün hədisə tarix deyir. Yəni deyir ki, tarixdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə edib, elə edib. Özü elə olub ki, məsələn, başmağını belə özü tikib bəzən. Peyğəmbərimizlə bağlı belə bir həyatından, tarixindən belə bir məqamı qeyd edirlər ki, onu daşa basan insanlara qarşı onların cəzalandırılması seçimi verildiyi zaman Peyğəmbər onların bağışlanmasını istəyir, çünki onların bilmədiyini qeyd edir. Amma anlamır ki, səhih hədis özü ən dəqiq tarixi əks etdirir. Hansı ki, deyilən sözü, rəvayəti, nəqli araşdırıb səhih və ya zəif olduğunu, doğru və ya səhv olduğunu incəliklərlə sübut edən yeganə bu hədis elmi yalnız müsəlmanlarda vardır. Hətta qərb alimlərinin bəziləri deyilən məlumatın doğru olub-olmamasını dəqiqliklə araşdıran, müsəlmanlarda olan bu hədis elminə
heyran qalaraq bu elmi tərifləyirlər. Məsələn, Londonda Yəhudi ailəsində doğulan tarixçi professor, fəlsəfə doktoru Bernard Lewis İslam Tarixdə adlı kitabında deyir: hədis elmi müasir tarixi mənbə tənqidindən bir çox cəhətdən fərqlidir və müasir elm çox vaxt ənənə alimlərinin qədim rəvayətlərin düzgünlüyü və dəqiqliyi ilə bağlı qiymətləndirmələri ilə razılaşmır. Lakin onların rəvayət zəncirlərini diqqətlə araşdırmaqları və ötürülən rəvayətlərin variantlarının dəqiqliyi ilə toplanaraq qorunub saxlanması orta əsr ərəb tarixşünaslığına antik dövrdə misilsiz və müasir orta əsr qərbində bənzəri olmayan peşəkarlıq və incəlik verir. İslamda olan hədis elmi ilə müqayisə olunduqda Latın xristian dünyasının tarixşünaslığı kasıb və əski görünür. Hətta Yunan xristian dünyasının daha inkişaf etmiş və mürəkkəb tarixşünaslığı hələ də həcm, çeşidlik və analitik dərinlik baxımından İslam tarixi ədəbiyyatından geri qalır. Həmçinin İngiltərədə xristian ailəsində doğulmuş Oxford Universitetinin alimi, İslama qarşı sərt olan David Samuel ərəb tarixçilərindən Mühacirələr adlı kitabında deyir: İsnad nəzəriyyəsi, yəni hədis elmi, hər bir rəvayətçinin etibarlılığı araşdırılmalı olduğuna və bəzən rəvayətlərin uydurulması halları baş verdiyinə görə özündə bir çox çətinlikləri birləşdirməyinə baxmayaraq düzgünlüyü tam təmin etdiyi üçün dəyəri danıla bilməz və müsəlmanlar hədis elmi ilə fəxr etməkdə haqlıdırlar. Müsəlmanlar hədis elmi ilə fəxr etməkdə haqlıdırlar. Baxın, əziz izləyicilər, qərb alimləri özləri edilən nəqilləri yoxlamaq üçün İslamda olan hədis elminin necə gözəl bir elm olduğunu özləri təsdiqləyirlər və bu elmin yalnız müsəlmanlara xas olduğunu dilə gətirirlər. Uca Allaha əmanət qalın.